Ramazan bir sanatoriyadır. Elə bir sanatoriya ki, biz ona qədəm bastığımızda, əgər bu sanatoriyanın imkanlarından istifadə edə bilsək, mənəvi xəstəliklərimizdən, eybəcərliklərimizdən şəfa tapacağıq. İnsanlar da sanatoriyalara müalicə olunmaq üçün, şəfa tapmaq üçün getmirlərmi? Bu baxımdan Ramazan mənəvi sanatoriyadır. Biz bu sanatoriyaya oradan sağalaraq çıxmaq üçün daxil olmalıyıq. Və nəinki bu sanatoriyada biz mənən sağalacağıq, şəfa tapacağıq, həm də müsbət mənəvi keyfiyyətlər də qazanacağıq. Yəni mənəvi cəhətdən sağalacağıq. Bu sanatoriya bizə mülayimliyi, səbri, əzmkarlığı, cömərdliyi, rəhimdilliyi, şəfqəti aşılayır. Bütün bu keyfiyyətlər başqa insanlarla münasibətimizdə bizə gərəkli olan keyfiyyətlərdir. İnsanlar bizi məhz bu keyfiyyətlərimizə görə qiymətləndirirlər. Ramazan adlanan mənəvi sanatoriyada istəyir ki, biz bu cür mənəvi keyfiyyətlərə sahib olmaqla sağalaq, şəfa tapaq, nəfsimizin istəklərindən, nəfsani arzulardan, egoist təmayüllərdən xilas olaq. Belə olduqda bu sanatoriya özünün həqiqi məqsədinə çatacaqdır. Söhbət fərdi mənəvi cəhətdən sağaltmaqdan gedir. Belə olduqda biz mənən sağlamlaşacağıq və insanlar bizə münasibətdə, bizim davranışlarımızda bu sağlamlığı hiss eləyəcəklər. Ramazan istəyir ki, sağlamlaşaq, Ramazan istəyir ki, sağalaq və insanlara ancaq xeyir saçaq. Allah'a əmanət olun.